Bismillahirrahmanirrahim. Vaxt etdikcə bəzən Allahın izni ilə əziz izləyicilərimiz üçün qədim ərəb İslam mənbələrində Azərbaycanla bağlı tarixi, coğrafi məsələləri də toxunacağım. O məsələlər ki, bəzən tarixçilərimizə, bəzən də bütün xalqımıza lazımlı ola bilər. Elə bu tarixə aid bölmədə ilk toxunacağım mövzu Qarabağın Azərbaycanın ərazisində olması ilə bağlıdır. Məmlukilər dövründə Misirdə doğulmuş böyük hədis alimi, Buxarini şərh edənlərin ən məşhuru Şihabuddin Əhməd ibn Həcər Əl-Əsqələni İnbə Əl-Qumur bi Əbnə Əl-Umur adlı tarix kitabında deyir. Bu hicri təqvimi ilə 773-cü ildə doğulduğumdan bəri şahidi olduğum dövrün hadisələrini topladığım bir kitabdır. Hər il təfsilatı ilə dövlətlərin vəziyyətini, görkəmli şəxsiyyətlərin həyatlarını və mənə danışan rəvayətçiləri, xüsusən də gördüklərimi mənə nəql etməyə icazə verənləri ətraflı şəkildə qeyd edirəm. Bu kitabda zikr etdiklərimin əksəriyyəti öz gördüyüm, etibar etdiyim şeyxlərimin və dostlarımın dəsti xətti ilə yazılanlardır. Həmin bu kitabda Qarabağın Azərbaycan ərazisində olmasını ərəbcə oxuyum, sonra tərcüməsini eləyəcəm. Vattasalat məmləkətul lənq بعد بغداد بالجزيرة وديار بكر فبلغت أخباره الظاهرة برقوق فاستعد له وخرج بالعساكر إلى حلب فرجع إلى أذربيجان فنزل بقرباغ فبلغه رجوع توكتامش إلى سراي فسار خلفه ونازله إلى أن غلبه على مملكته في سنة 97. Bağdaddan sonra Ləngin, yəni Teymurləngin məmləkəti Cəziraya, yəni indiki İraqın, Suriyanın və Türkiyənin bir hissəsinə və Diyarbəkirə birləşdi. Teymurləngin bu xəbəri Zahir Bərkuka çatır və Bərkuk Teymurləngə qarşı hazırlıq görərək ordu ilə Hələbə, oradan da Azərbaycana qayıdaraq Qarabağda düşərgə saldı. Ona Toxtamışın saraya qayıdışı xəbəri çatdı və o da Toxtamışın ardınca gedərək onunla müharibə edib Hicri tarixlə 797-ci ildə onun məmləkətinə qalib gəldi. Zahir Bərkuk əslən Çərkəzlidir, Qafqazda doğulur, 20 yaşında Misrə gedir, orada sərkərdə olur və nəhayət 2-ci Məmlukilər dövlətinin təsis edərək Misirin sultanı olur. Həmin bu Toxtamış xan Çingiz xanın nəslindəndir və Ağ Orda ilə Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Sarayda Qızıl Ordanın paytaxtı olan saraydan gedir söhbət. Baxın, əziz izləyicilər, 15-ci əsrdə yaşamış İbn Həcər Qarabağın Azərbaycanda olduğunu vurğulayır. Arzu edirəm ki, bu məlumat hər birimiz üçün faydalı olar. Budur, artıq gözəl Qarabağımız azaddır. Özü də əvvəlkindən də daha müstəqil və azad. Vaxt var idi ki, Qarabağın naləsi adlı şeir yazaraq Qarabağın dilindən demişdim ki, adım Qarabağdır, günüm də qara, matəmə bürünüb hər dağ, hər daşım, tənhalıq əlindən gəlmişəm zara, nə ata-anam var, nə də qardaşım. Ulduzsuz zülmətə dönüb sabahım, sel tökən bulud tək ağlar qalmışam. Dilsiz bir torpağam, nədir günahım, illərdir sinəsi, dağlar qalmışam. Sanki hər üstümdə bitən lalələr, yaramdan tökülən qan ləkəsidir. Ey vətən övladı, bəs bu nalələr, nə qədər sizlərə dağ çəkəsidir. Qarabağın azadlığından sonra isə Qarabağın bitən naləsi adlı şeir yazaraq dedim ki, adım Qarabağdır, günümsə ağdır, nəhayət qovuşdu mənə övladım. Ya Rəbbim, şükür, bu nə gözəl çağdır, geriyə qayıtdı silinmiş adım. Ümidsiz qalmışdım düşmən əlində, yaşamaq həvəsim yox idi qəti. Başmaqsız gedən xalq tanklar belində, geriyə qaytardı itmiş izzəti. Sonda isə Qarabağımızın azadlığını görməyi bizə nəsib edən uca Allaha şükürlər edirəm. Sonra da irəli əmrini verən Ali Başkomandanımıza, igid ordumuza və xalqımıza, eləcə də qardaş Türkiyəyə və Türkiyənin rəhbərinə dərin təşəkkürlərimi bildirirəm. Qarabağın azadlığı yolunda canlarını fəda edən şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə də şəfa, bu işdə səy göstərən hər bir qardaş və bacılarımıza Allahdan məğfirət diləyirəm.